Peyğəmbər sallallahu aleyhi və səlləm heç zaman yeməyi pisləməzdi, ayıblamazdı. Yeməkdə nöqsan tutmazdı. Ürəyi çəkəndə, iştahı olanda yeyərdi, xoşuna gəlməyəndə tərk edərdi. Muttafaqun aleyh. Buxari və Müslim rivayət edir. Deməli, yeməyi pisləmək olmaz. Tuzu az ola bilər, dadı ola bilməz. Bu nə yeməkdir, dadsızdır. Belə danışmaq olmaz. Allah Rəsulunun ədəbindən, əxlaqından deyildi. Xoşdan gəldi, yeyərdi. Xoşdan gəlməsəydi o yemək, tərk edərdi, yeməzdi. Daha deməzdi, bu nə yeməkdir, dadsızdır, çox istəmirəm, dadsızdır, yağı yoxdur, və yaxud da ki, duzu yoxdur, istiyotu yoxdur. Bu nədir, ət pişməyib və s. və ilaxır. Xüsusən evdə, xanımlar pişirəndə, onların pişirdiyi yeməyi pisləmək olmaz. Xüsusən, əziyyət çəkib, pişirib, hazırlıq görüb, bəlkə 2-3 saat vaxtı gedib, xüsusən yayda işçidə, mətbəxdə işləmək qadına çətindir. Sizi inandırım, qadınların bir günlük işini bizə həvalə eləsələr, bacarmarıq, qardaş. Həqiqətən çətin, bacarmarıq. Öz işimizi görürük. Bizə aid olan fiziki işlər, hətta fəhləlik belə bacarırıq, bizə asan gəlir. Amma səni inandırım ki, qadının bir günlük işini biz görəsi olsaq, əldən düşərik. Bacarmarıq. O zaman deyək ki, bu qadınlardan yoxdur. Bunların qədini elə yaxşı bilərik. Ona görə xanım bir iş görəndə, onu belə eləyək də, ruhdan salmaq lazım. Həşə, bu nə elədini? Yaxşı eləməmsən. Sən güya eləyə bilərsən, bu işi verəsən, eləyə bilməyəcəksən. Ona görə xanımlarımızı gələ dəyərləndirək, onları sevək, onlara qarşı rəhimli, mərhəmətli olaq. Lazım gələndə də kömək eləməlisən. Bəli.